Bu prosesdə sizin əslində öncədən gördüyünüz bir sıra məqamları yaşadıq. Dəfələrlə demisiniz ki, İran mütləq dəyişməlidir, bu rejimin davam etməsi mümkün deyil, xalqların faktiki olaraq həbsxanasına çevrilən, azadlıqlarını məhdudlaşdıran bir rejimin yaşaması imkansızdır. İndi situasiya elədir ki, bir xaotik vəziyyət yaranıb. Siz bu xaosun davam edəcəyini mi düşünürsünüz? İran gerçəkdənmi Orta Doğunun digər ölkələri kimi uzun müddətli bir xaosa girir, yoxsa İran içərisindəki millətlər özlərində iradə tapıb bu prosesin tez yekunlaşmasına qərar verəcəklər? Nə hiss edirsiniz gedişatda? Tarixin təcrübəsinə diqqət etməliyik, Aygün xanım. Tarixi təcrübə onu göstərir ki, böyük dəyişikliklər kağız üzərindəki proqramlar üzrə getmir. Hətta hansısa böyük dövlətlər, hansısa böyük qüvvələr, hansısa dövlətlərin birlikləri bir proqram hazırlaya bilər, strategiya hazırlaya bilər, istəkləri ola bilər. Ancaq bu o demək deyil ki, hər şey onların yazdığı kimi, hər şey onların istədiyi kimi davam edəcək. Dünya tarixi onu göstərir ki, böyük dəyişikliklər böyük toqquşmalardan keçir, müharibələrdən keçir, faciələrdən keçir. Yəni, tutaq ki, bizim fəxr etdiyimiz 2018-ci ildə Cumhuriyyəti qurmağımız, Məhəmməd Əmin Rəssadı və onun qurduğu Müsavat Partiyasının rəhbərliyi altında möhtəşəm bir... Vəfat günüdür, ehtiramla yad edirik, bəli. Çox doğru yada salırsınız. Bugün onun dünyanın dəyişdiyi gündür, böyük liderimiz Məhəmməd Əmin Rəssadənin. Və həmin o Cumhuriyyətin qurulması Birinci Dünya Savaşının nəticəsində baş verən hadisələrə görə baş vermişdi. Yəni o Birinci Dünya Savaşı böyük müharibələr idi. O dövr üçün dünyanın ən böyük hərbi qarşıdurması idi. Milyonlarla insanın məhv olmasına gətirib çıxaran, dünya xəritəsinin dəyişməsinə gətirib çıxaran, imperiyaların dağılmasına gətirib çıxaran böyük bir proses idi. Və o prosesin daxilində Cumhuriyyətimizi qurduq. Və bir sıra bu tipli digər hadisələr də oldu. Yəni bu o deməkdir ki, hər şey plan proqram üzrə getmir. Nə böyük dövlətlərin proqramları üzrə getmir, nə də ki, sənin ayrı-ayrı xalqların, ayrı-ayrı siyasətçilərin, siyasi qrupların istədiyi üzrə getmir dünyanın yenilənməsi. Mən bu sözü həmişə misal gətirirəm. O suallarında ki, gələcəkdə nə olacaq? Ağıllı bir adam deyib ki, gələcək bugün qəbul edilən qərarların məcmuyudur. Yəni, bugün hansı qərarlar qəbul edilirsə, o qərarlar gələcəyi formalaşdıracaq. Və qərarların qəbul edilməsində bir qüvvə iştirak etmədiyi üçün, iki qüvvə, üç qüvvə iştirak etmədiyi üçün onu əvvəlcədən proqnozlaşdırmaq da mümkün deyil. İndi də bu dediyim Birinci Dünya Savaşı nümunəsini İkinci Dünya Savaşına da aid edilə bilərik, SSR-in dağılması prosesinə da aid edilə bilərik. Başqa da dünya miqyaslı böyük prosesləri götürə bilərik. Hamısında kimlərsə nə isə istəyir, amma nə isə baş verir, o baş verənlərin içində də nələrsə ortaya çıxır. Bu deməkdir ki, sən istənilən variantlara hazır olmalısan. Sənin aydın təsəvvürün olmalıdır, strategiyan olmalıdır, sən nə istəyirsən. Və dünyada baş verən hadisələrin yaratdığı imkanların içində sən öz strategiyanı gerçəkləşdirməyə çalışmalısan. Dünyada sənə yaradılan təhlükələrdən qorunmaq, xalqını, dövlətini sənə yaradılan təhlükələrdən qoruyub, sənin istədiyin, xalqın istədiyi hədəfə doğru hərəkət eləməlisən. İndi də demək ki, bu məsələ nə ilə qutaracaq, bu nəinki çətindir, heç mümkün də deyil. Çünki burada Amerika Birləşmiş Ştatları kimi dünyanın süper gücü iştirak edir. Regionun ən ciddi hərbi qüvvələrindən biri İsrail iştirak edir. Artıq regionda Türkiyə kimi çox önəmli, həlləci bir dövlət də bu proseslərin iştirakçısına çevrilibdir. Başqa cür ola da bilməzdir. Və Azərbaycan Respublikası da artıq prosesin aktorlarından birinə çevrilib. Sadəcə müşahidəçi deyil, sadəcə arzu, xəyalla yaşayan bir xalq deyil, regionda gedən proseslərin yönünü müəyyənləşdirən, gələcəyi dəqiqləşdirən, hədəflərə doğru addım atan bir dövlət olma imkanımız yaranıbdır son hadisələrin nəticəsində. Və başqa da çoxlu dövlətlər o prosesdə iştirak edirlər.
Rusiya və Çin çox narahatdılar. Əlləri çatmır, ancaq kömək eləmək istəyirlər ki, İran tez məğlub olmasın, mümkün qədər Amerika zəifləsin və digər qüvvələr zəifləsin. Bölgə dövlətləri müəyyən şəkildə iştirak edirlər, hərəsi öz dərdi, öz yanaşması və hələ bu dövlətlərdir. Bu dövlətlərdən əlavə xalqlar hərəkət edir, qruplar hərəkət edir, partiyalar hərəkət edir, hərbi dəstələr hərəkət edir. O qədər çox qüvvə var ki, bu qüvvələrin bütün hamısının eyni vaxtda fəaliyyətinin hansı nəticəyə gətirib çıxaracağını söyləmək demək olar ki, mümkün deyil. Bilirsiniz, açıqcası mən az-çox İranı bilən bir adamam. Bölgəni uzun 10 illərdir öyrənən, araşdıran və az-çox bilən bir adamam. Ancaq mən təəccüb edirəm ki, ayrı-ayrı adamlar elə rahat danışırlar ki, belə olacaq. Hər şeyi bilirlər, hər şeyə proqnoz verirlər və təsəvvür edin ki, bir məsəl üçün deyirəm, bir 100 adam proqnoz verir və sonunda o 100 adamdan birinin bəlkə dediyinə oxşar bir hadisə olur ya olmur. O zaman da deyilir ki, mən filan vaxt filan sözü demişdim. Sən nə deməyin həlledici deyil. Həlledici odur ki, dediyim kimi, müxtəlif qüvvələr fəaliyyət göstərir. O qüvvələrdən hansı daha güclü olacaqsa, hansının gedişləri daha doğru olacaqsa, hansı daha çox fədakarlıq göstərəcəksə, hansı daha çox qəhrəmanlıq göstərəcəksə, onun istədiyi kimi olacaq. İsa bəy, üzr istəyirəm, mikrofon biraz aşağı düşdü, əgər sizə çətin deyilsə onu yuxarı qaldırın. Əziz seyircilər, bu arada Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri hörmətli Əjdər Tağızadə bizim canlı yayımıza qoşulub. Əjdər bəyi salamlayırıq və az sonra onu da söhbətimizə daxil eləyəcəyik. Əjdər bəy, hər vaxtınız xeyir olsun, xoş gəlmişsiniz yayımıza. Təşəkkür, bir fürsət oldu. Buyurun İsa bəy, çox üzr istəyirəm, davam edin. Hazırda gedən proseslər həddən artıq qanlı və dəhşətli hadisələrdir. İnsanlar həlak olur, uşaqlar həlak olur və heç bir tərəf deməsin ki, mən süddən çıxmış ağqaşıram. Hər kəsin öz günahı var, öz səhvi var, öz payı var bu baş verən hadisələrdə. Dəhşətli proseslər gedir. Və bu İran üçün çox ciddi bir sarsıntıdır. Və bu sarsıntının səbəbkarı İran hakim rejimidir. 47 il əvvəl hakimiyyəti şahdan alıb xalqa böyük vədlər verən, ancaq o vədləri yerinə yetirməyən bu dini molla rejiminin siyasətinin nəticəsidir baş verən hadisələr. Və eyni zamanda bu hadisələrdə ciddi təhlükələr var. Təkcə İran üçün yox, bütün bölgə ölkələri üçün təhlükələr var. Nədir o təhlükələr? Biraz aça bilərsinizmi, zəhmət olmasa? Təhlükəsizlik baxımından böyük bir gərginlik yaranır. Yəni siz xaosun davam etməsi halında nəzərdə tutursunuz həm də, deyilmi? Dünən Azərbaycanın bölgələrinin birinə, Naxçıvana dron hücumu edildi. Bu, Azərbaycan müharibədə iştirak eləmir. Azərbaycan əksinə müharibədən məsafələnir. Azərbaycan dövləti rəsmən bəyan eləyir ki, İrana qarşı bu hadisələrdə iştirak eləmək fikrində deyilik. Heç kimə də iştirakına bizim ərazidən imkan yaratmırıq və yaratmayacağıq. Və bu mövqe də kifayət qədər əsaslı mövqedir və sübut olunan mövqedir. Ancaq buna baxmayaraq, biz kənarda dayandığımız halda dronlar gəlib bizim aeroportu vurur, məktəbimizə yaxın yerdə düşür. Allah şükür ki, salamatlıqdır, yaralılar olsa da həlak olan yoxdur, ancaq həlak olan da ola bilərdi. Türkiyənin arasına raket atılır, yaxın şərq ölkələrindən raketlər atılır və bu hələ ilk elə bil ki, hadisələrdir bizim bölgə ilə bağlı. Təminat yoxdur ki, bu təkrar olunmayacaq. Yəni, bu müharibə hamımız üçün təhlükədir və bu xaos davam etdikcə o təhlükə də getdikcə artacaq. Digər tərəfdən İranda böyük humanitar fəlakət baş verərsə, bu da yenə bir qonşu kimi Azərbaycanın da məsuliyyətinə daxil olacaq bu hadisələr. Həm də ki, İranda 10 milyonlarla soydaşımız yaşayır və onların həyatı, təhlükəsizliyi bizim üçün həddindən artıq önəmlidir. Və bu xaos, bu gərginlik, bu qarşıdurma bizim soydaşlarımıza da ciddi zərbələr dəyə bilər və dəyir də yəqin ki.
Əlbəttə Yəni ki, onların ərazisində İran- gedirsə savaş. İran əhalisinin önəmli bir hissəsini Azərbaycan türkləri təşkil edir. Tehranda 6 milyon Və- türk yaşayır. Əlbəttə Bəli, ki, bu onlar önəmli. təkcə Güney Azərbaycanda deyil, İranın bütün bölgələrində, paytaxtında, başqa şəhərlərində yaşayırlar. Və orada baş verən hadisələr, həlak olan insanların bir hissəsi də bizim soydaşlarımızdır. Biz hər bir insanın həyatını önəmli hesab edirik. Eyni zamanda gizlətmək də olmaz da bizim üçün soydaşlarımızın təhlükəsizliyi və həyatı həddindən artıq önəmlidir, həddindən artıq həssas bir məsələdir. Və bəzi ekspertlər hesab edirlər ki, böyük qaçqın axını ola bilər Azərbaycana, Türkiyə və digər ölkələrə. Sözün doğrusu, mən İrandan böyük qaçqın axınını gözləmirəm, amma onu həyat göstərəcək. Bu təhlükə də var, bunu da sərf nəzər eləmək olmaz. Təhlükələr çoxdur, ancaq eyni zamanda böyük imkanlar da var. Bu böyük imkanlar nədir? Birincisi, İranda normal bir proseslərin getməsi, İranın normal bir ölkəyə, dövlətə çevrilməsi. Yəni respublikaya çevrilməsi nəzərdə tutursunuz? Demokratik üsulla idarə olunan bir dövlətə çevrilməsi. Təbii Yəni ki, burada parlamentdə monarxiya məsələm ola bilərmi? mümkün deyil məncə. Məncə mümkün deyil, çünki 50 il keçməyibdir orada İran xalqının monarxiyanı devirməsindən və orada Pəhləvi sülaləsinə qarşı elə bir nifrət formalaşmışdı ki, bu nifrət bugünə qədər də qalır. Və təsadüfi deyil ki, bu 28 fevralda başlayan müharibədə öncə Amerika Birləşmiş Ştatlarının hakimiyyəti, Trump administrasiyası Pəhləvi sülaləsindən olan o adama maraq göstərirdisə, dünən Trump artıq bəyan elədi ki, yox, bizə İranın özündən mötədil düşüncəli, ağlı başında bir adamın olması daha çox sərf edir. Yəni artıq bunu Vaşinqtonun Pəhləvinin üzərindən xətt çəkməsi kimi qiymətləndirmək olar. Monarxiya istiqaməti əsasən onun adı ilə bağlı idi. Bəli. O da qeyri-müəyyən açıqlamalar verildi ki, mən hakimiyyəti iddia eləmirəm, ancaq lazımdırsa gələ bilərəm. Referendum keçirəcəyik ki, onlar respublika istəyirlər, yoxsa nə istəyirlər. Yəni bunlar iki başlı deyilən sözlərdir və heç də səmimi mövqelər deyildi. O təhlükə aradan qalxmaq üzrədir deyəsən, tam qalxmasa da diqqətli olmaq lazımdır. Ancaq orada İran xalqları düşünürəm ki, hər hansı bir monarxiya, xüsusən Pəhləvi monarxiyasına heç vaxt razı olmayacaqlar. Və məncə heç Fars xalqı özü də buna o qədər böyük maraq göstərməz. Fars xalqının da içindən islahat tərəfdarları olan kifayət qədər ciddi qüvvələr var. Bunu da son illərdə dəfələrlə görmüşük. Yəni son bir ay öncəki o etirazlarda, Ona yəni görə əsas də- çıxan Fars əhali idi əslində. Bəli, elədir. Ona görə də mən respublika nəticəsi ilə bu mərhələnin yekunlaşacağına inanmaq istəyirəm. Və burada da önəmli bir məqam var. Bunu da mən bütün televiziya kanallarına, müsahibələrimdə deyirəm ki, əslində qalsa bunu mən bir 30 ildən çoxdur deyirəm, yenə də təkrar edirəm ki, İran ciddi bir demokratiya sınağından keçməlidir. Əgər İran bu demokratiya sınağından keçib bir dövlət olaraq var olmağa hazır olduğunu, layiq olduğunu, qadir olduğunu sübut edəcəksə, bu başqa bir məsələdir. O zaman İranda əhalinin milli azlığı yox, milli çoxluğu olan Azərbaycan türklərində həmin demokratik şəraitdə öz imkanları yaranacaq, öz hədəfləri olacaq. Onlar da təbii ki, İranın yeni dövrünün müəyyənləşməsində və idarə olunmasında əsas qüvvələrdən biri, bəlkə də birincisi kimi prestij iştirak eləyəcəklər. Bu məsələnin bir variantıdır, böyük variantı. İkinci böyük variantı ondan ibarətdir ki, əgər İran demokratiya sınağından çıxa bilməsə, İran parçalanmağa labüd bir ölkə halına gələcək. Yəni İranın parçalanması labüd olacaq. Çünki hər hansı bir başqa şəkildə İranı vahid dövlət kimi saxlamaq mümkün olmayacaq. Bu uzun illər Pəhləvi sülaləsi bunu Əhəmənilər haqqında nağıllarla, qədim İran haqqında əfsanələrlə qurdular, yaşatdılar. Ancaq əslində qalsa tarix baxımından çox böyük bir müddətdə olmadı. 25-ci ildən 79-cu ilə qədər nə böyük müddət, yerə böyük bir müddət deyil. Onların yerinə gələn dini rejim, molla rejimi din əsasında, İslam əsasında İranı bütövləşdirməyə çalışdı. Ancaq hətta burada da səmimi olmadıqları üçün,
Burada da İran daxilində bir hədəfə çatmaq əvəzinə bütün bölgəni nəzarətə götürmək kimi xam bir xəyala baş vurduqları üçün, bölgə üçün təhlükələr yaratdıqları üçün və əsasdakı öz xalqlarına verdikləri vədləri yerinə yetirmədikləri üçün bugünkü vəziyyət yaranıbdır. Və bundan sonra hər hansı bir qüvvənin İranı bütöv bir ölkə kimi saxlamaq şansı ancaq demokratiyadadır. İnsanlara bərabər imkanlar yaradılmasındadır. Bütün insanların, bütün xalqların İranın idarə olunmasında, birlikdə iştirakına şərait yaradılmasıdır. Bunu eləyə biləcəklərmi, bilməyəcəklərmi bunu zaman göstərəcək. Azərbaycan türkləri və Azərbaycan Respublikası hər iki varianta hazır olmalıdır. Çünki normal demokratik bir dövlət quracaqsa İran, bu da Azərbaycan üçün normal bir variantdır. Biz bütün qonşularımızla normal qonşuluq eləmək istəyirik. Yox, əgər bu olmayacaqsa, İran parçalanacaqsa, bu yeni bir sınaq, yeni bir imtahan olacaq artıq bizim millətimiz üçün, Azərbaycan türkləri üçün. Və bu imtahan da həm güneydə yaşayan soydaşlarımıza, həm də quzeydə yaşayan bizlərə aid olacaq. Biz artıq yeni mərhələnin məsuliyyətini daşımalı olacağıq. Yəni, bu cür bir tərəfdən risklər var, bir tərəfdən imkanlar var. Bu risklər həddindən artıq müxtəlifdir. İmkanlar da bir neçə istiqamətdə mümkündür. O istiqamətlərin də hərəsinin özünün çoxlu variantları var. Ona görə mən deyirəm ki, bu mürəkkəb vəziyyətləri ciddi şəkildə müzakirə eləmək, dəyərləndirmək, əvəzinə hökm vermək, özünün dediyini yeganə mümkün variant kimi təqdim eləmək, bilmirəm, bəlkə də kiməsə ləzzət eləyir, kimisə öz gözündə böyüdür. Ancaq mənə gəlir ki, məsuliyyətli yanaşma lazımdır və məsuliyyətli yanaşma isə bütün mümkün variantları təhlil etməyə və bütün mümkün variantlarda dövlət olaraq Azərbaycan Respublikasının, xalq olaraq Azərbaycan türklərinin nə edəcəyini müəyyənləşdirməkdir. Çox təşəkkür